Salam, xoş gördük hər birinizi. Bugün yenidən sizə ən çox vaxt alan, amma ən ləzzətli şirniyyat növlərindən biri olan qoz şirniyyatının hazırlanma texnikasını, aşbazlıq sirlərini bölüşməyə gəlmişəm. Yeri gəlmişkən xüsusi olaraq yuxanın hazırlanmasını ayrıca çəkmədim. Nəyə görə? Çünki adi yuxadan heç bir fərqi yoxdur. Sadəcə olaraq bütün ərzaqları onun üzərinə əlavə eləyib yaxşıca yoğuruq və xəmirimizi hazırlayırıq. Burada bir incə detalı sizin nəzərinizə çatdırmaq istəyərdim. Əgər müştərilər içərisində sizdən xırçıltılı qoz şirniyyatını istəyirlərsə, yarım stakan süd əlavə eləməyinizi məsləhət görürəm. Çünki süd xəmirə quruluq verir, bişirərkən sərtlik verir və xırçıltılı olmasına səbəb olur. Yox, əgər xırçıltılı olmasını xüsusi vurğulamasalar, xəmirini hazırlayarkən süd əvəzinə su əlavə eləməyinizi məsləhət görürəm. İsti halda olsa daha yaxşı olar. Həm xəmiriniz daha rahat yoğrular, həm də ki, xəmiriniz çox gözəl, ideal şəkildə alınar. Deyim ki, bu reseptlə biz 7-8 ildir ki, müştərilərlə işləyirik və müştərilərin rəğbətini qazanmışıq. İndi isə keçək şirniyyatın hazırlanma qaydasına, aşbazlıq sirlərinə. Beləcə. Biz yuxaları kündə formada ayırırıq. Kündələri 2-2 videoda biraz öncə göstərdiyim kimi yayırıq yumru şəkildə, uzunsov şəkildə və daha sonra mətbəx tərəzisinin köməkliyi ilə hər biri 6 qram olmaq şərti ilə hissələrə bölürük. Bölünən hissələri mütləq şəkildə ağzı qapaqlı qabda saxlamalıyıq ki, üzəri qaysaq bağlamasın. Üzəri qaysaq bağlanan xəmir bəzən bişirilərkən ya aralanır, hissələrə bölünür və yaxud da çox səliqəsiz alınır, üzəri ya və yaxud da ki, damar-damar olur. Bu isə zəhmətimizi hədər edə bilər, vaxtımızı hədər edə bilər. Ona görə bu nüanslara incə bir detallardır, amma yenə də diqqətlə hazırlasanız daha yaxşı olar. Bu zaman həm enerjinizə, həm zəhmətinizə, həm vaxtınıza, həm də ki, ərzaqlarınıza belə deyək ki, qənaət etmiş olacaqsınız və ən qısa zamanda inşallah ki, qoz şirniyyatını hazırlayıb bitirmiş olacaqsınız. Digər diqqət etməli nüanslardan biri də hər bir 6 qramla bölünən xəmiri yumrulamağınızdır. Yumrulanarkən mütləq şəkildə diqqət edin ki, standart olsun, səliqəli olsun. Çünki bişirilərkən də bu zaman sizə daha rahat başa gələcək. Məsələn, mən 3 ədəd belə deyək də 6 qramlıq kəsimi eyni vaxtda yumrulayıram. Sırf videoda gördüyünüz kimi birini təm əlin ortasında, digərlərini isə əlin ovucunun daha kənarlarında və birini isə barmağımın ucunda olmaq şərti ilə hövsələ ilə, belə deyək də təmkinlə yumrulayıram ki, həm vaxtıma qənaət olunsun, həm də ki, daha az enerji sərf etmiş olum, amma ən gözəl nəticəni əldə edə bilim deyə. Baxın, istəsəniz 3-3 qoyub əlin içərisində də yumrulaya bilərsiniz. Yox, əgər bu metod sizə çətin gəlsə və yaxud da ki, alınmasa, 1-1 və yaxud da 2 ədəd olmaqla yumrulaya bilərsiniz. Əgər 3 ədəd hazırlamaq, 3 ədəd eyni vaxtda yumrulamaq sizə çətin gələrsə, birinci 1 ədədlə başlayın, daha sonra 2 ədədlə davam edin, daha sonra 3 ədədlə davam edin. Hətta mən video çəkiliş zamanı 4 ədədlə davam eləmək istədim, amma məndə alınmadığına görə tez-tez başa gəlsin deyə hər birini əlimin ovucunun içərisində saxlayaraq bir-bir yumruladım. Yəni bir var ki, bir ədəd qabdan götürüm, əlimin ovucuna qoyum, yumrulayım, sonra digər qapaqlı qaba əlavə edeyim. Bir də var ki, 3-ünü, 4-ünü, siz də 5-ini əlinizin içərisinə yığaraq, amma bir-bir olmaq şərti ilə tez-tez əlinizin ovucuna gətirərək yumrulayıb ağzı qapaqlı qaba əlavə eləyə bilərsiniz. Baxın, əzizlərim, mən artıq hardasa deyim ki, yarım saat ərzində, bəlkə də 20-25 dəqiqə ərzində, yarım saat da çox olar, 20-25 dəqiqə ərzində 3 ədəd olmaq şərti ilə bu yumruları ağzı qapaqlı qaba yığdım. Tam, yəni 6 qramlıq kəsimlərin hər biri yumrulanıb, formaya salındıqdan sonra ağzını, qapağını bağlamaq şərti ilə hissə-hissə bişirməyə başlayacağım. Və budur, nəhayət ki, xəmirlərin yumrulanmasını bitirdim. Bişirməyə başlayıram, əzizlərim. Baxın, bütün, belə deyək də, gözünü, şirniyyat aparatının
gözünü yuxalarla doldurduqdan sonra 2 qaşığın köməkliyi ilə, birazdan mən videoda da sizə göstərəcəyəm, 2 qaşığın köməkliyi ilə bir növ xəmiri yayıram. Qoz şirniyyat aparatının gözlərinə yayıram ki, bəzən olur ki, yumrular standart olmur və yaxud da ki, səliqəli olmur və yaxud da ki, tən ortada, mərkəzində durmur deyə gözlərinin əyilir və yaxud da ki, yarısından çoxu tamamən lazımsız olan, səthi düz olan hissəyə çıxır və bu da bişirildikdən sonra demək olar ki, yararsız bir hala çevrilir. Onun qarşısını almaq üçün sırf videoda göstərdiyim kimi yuxaları gözünə yayırıq ki, tən ortaya düşsün və çox səliqəli şəkildə alınsın qoz şirniyyatımızın xəmiri. Baxın, buna diqqətlə nəzər yetirin. İstəsəniz bir qaşıqla da bunu həll edə bilərsiniz, tam mərkəzinə yaya bilərsiniz. İstəsəniz 2 qaşığın köməkliyi ilə yuxaları yaya bilərsiniz və daha sonra sıx şəkildə ağzını bağlayırsınız və qızarmasını gözləyirsiniz. Əgər sizə rahat olsun deyə bişirmə qaydasında qızardarkən başının üzərində dayanmamanız üçün və yaxud da ki, vaxtınızın itməməsi üçün istəsəniz taymerdən də istifadə edə bilərsiniz. Məsələn, 5 dəqiqə vaxt qoyursunuz budilnik kimi özünüzə, 5 dəqiqədən bir gəlib baxırsınız, nəzarət edirsiniz və tam qızardılandan sonra götürürsünüz. Qoz şirniyyatını bişirdikcə dərin bir ləyən götürürük, qab götürürük və onun yerinə salfetka səririk. Mən 4-5 qat salfetka sərirəm. İsti halda bişən qoz şirniyyatının buxarlanmasını və yaxud da ki, xəmirinin yumuşalmasının qarşısını almış oluram. Daha sonra qatlaşdırılmış südü qaba əlavə edirik, mikserlə yaxşıca çalırıq, rəngi bir balaca açılır və bir növ belə deyək də qaymaq halına gəlir. Biraz daha yumşaq olur, sərtliyi gedir və dadı daha qəşəng, daha yumşaq, daha ləzzətli olur. Əks halda İçliyin içərisində iris və yaxud da ki, sərt dadlı olacaq ki, bu da sizin gördüyünüz işə, bişirdiyiniz şirniyyata xələl gətirmiş olar. Bütün şirniyyatların içliklərini doldurduqdan sonra süzgəc vasitəsilə, bəzən olur ki, videolarda rast gəlirsən ki, qayçı ilə kəsirlər və yaxud da ki, mətbəx bıçağı ilə forma verirlər. Amma mən deyərdim ki, ən rahatı süzgəcdən istifadə etməklə alınır. Baxın, bütün qoz şirniyyatının içliyini doldurduqdan sonra tamamən, yəni içliyimiz bitdikdən sonra bir süzgəc götürürük, altına boş qab qoyuruq. İstəsəniz dərin, yəni qab da götürə bilərsiniz, sizə necə xoşdur. Tozunu amma atmamaq şərti ilə. Kənarlarını süzgəc vasitəsilə baxın sürtərək forma veririk, tam hamarlaşdırırıq və səliqəyə salırıq. Bəzən forma verərkən görəcəksiniz ki, kənardan qatlaşdırılmış süd süzülür. Ola bilər, normaldır. Çünki nahamarlığı ola bilər. Qoz şirniyyatının kənarları nahamar olduqca da süzülməsi də normaldır. Ona görə yəni stres yaşamağınıza ehtiyac yoxdur. Süzgəcdən süzülən, belə deyək də, keçən toz halında olan peçenyadan, belə deyək də, yuxadan həmin o şirniyyatın axmasının qarşısını almaq üçün istifadə edə bilərik. Mən indi videoda da sizə göstərəcəm. Kənarlarını tam hamar etdikdən sonra, baxın, görürsünüz, tam hamar etdikdən sonra əgər şirniyyat süzülmürsə, bu o deməkdir ki, artıq şirniyyat tamamən hazırdır. Bəzən ola bilər ki, nahamarlıq olsun qoz şirniyyatının kənarında və kənarında süzüləcək şirniyyatı həmin o tozun vasitəsilə, həmin o toza batıraraq onun qıraqlarını bir növ bətləmiş oluruq və əlimizlə forma veririk. Həmin o tozu tamamən tam ikisinin arasında möhkəm bir çəpər kimi belə bərkilirik ki, hətta müştərinin evinə getdiyi müddətdə belə, yolda belə şirnisi axmasın və bizim işimizə xələl gətirməsin. Baxın, ikinci dəfə sizə yenidən təkrar göstərirəm ki, heç bir detal, heç bir incəlik, heç bir texnika sizlərə çətin gəlməsin. Şirniyyatının tozuna batırırıq, kənarlarımızı əlimizdən hamarlayırıq və beləcə ideal şəkildə, ideal görkəmdə və çox ləzzətli qoz şirniyyatını müştərimizə ən səliqəli, göz oxşayan şəkildə müştərimizin evinə göndəririk.
Əzizlərim, bəzən ola bilər ki, qoz şirniyyatını hazırlamışıq, xəmirini qızartmışıq, amma onların içərisində 10 ədəd, 15 ədədi mütləq şəkildə qeyri-standart formada və yaxud da ki, səliqəsiz formada alınır. Bunun da səliqəyə salınması üçün mən sizə bir metod burada izah eləyəcəm. Kənarları nahamar olan, qeyri-standart olan, ölçüləri bir-birlərinə uyğun gəlməyən və yaxud da ki, çox balaca bir ölçüdə alınan xəmirləri ayrıca götürürük. Baxın, süzgəc vasitəsilə kənarlarını hamarlaşdırırıq və bundan sonra içini doldururuq. Bəzən olur ki, əzizlərim, sizin üçün sıradan bir şey ola bilər və yaxud da ki, bu ölçüsü balacadır, bunu istifadə eləməsəm də olar deyə bilərsiniz. Amma inanın Allaha ki, yəni bu illər ərzində dəfələrlə başımıza gəlibdir ki, xırda kimi bizə görsənən və yaxud da ki, çox vaxtımı alacaq, bu başı ümumiyyətlə kənarda qalsın, bunu mən istifadə eləməsəm də olar, müştəriyə göndərməsəm də olar, sonda gəlibdir. Biz o balaca, səliqəsiz, necə deyim, gözümüzdən yayınan, hətta qoz xəmirinə belə möhtac qalmışıq və qramına qədər dürüstlüyümüz olsun deyə, çəkidə halallığımız olsun deyə qoz xəmirinin ən sonuncusuna qədər istifadə etmişik ki, daha sonra müştərilər arasında inamsızlıq, etibarsızlıq və yaxud da ki, anlaşılmazlıq yaranmasın. Əzizlərim, qeyd edim ki, hal-hazırda hazırladığımız qoz şirniyyatı sadə qoz şirniyyatı hesab olunduğu üçün kiloqramını 17 manata təklif edirik. Tutaq ki, sizdə çəkisi əskik gəldisə, 10 qram, 20 qram, hətta 5 qram belə əskik gəlsə, yenə də mütləq şəkildə müştəriyə bu haqda məlumat verməlisiniz. 17 manata təklif etdiyimiz qoz şirniyyatı üçün siz 17 manat deyil, 16 manat ödəməyiniz kifayətdir və izah edirsiniz ki, 10 qram, 50 qram əskik gəldiyi üçün biz sizə bu güzəşti edirik. Beləcə siz müştəri itirmiş olmayacaqsınız. Müştəri sizin daha dürüst olduğunuzu biləcək, daha səmimi olduğunuzu biləcək və onunla bir növ isti bağ yaranmış olacaq əzizlərim. Ümid edirəm ki, bu videoda sizin üçün çox faydalı oldu. Hər birinizə möhkəm can sağlığı və bol ruzi bərəkət arzu edirəm, bol qazanclar arzu edirəm, gözəl işləri rahat gedən müştərilər arzu edirəm əzizlərim. Sonda isə kanalımıza abunə olub, yaxınlarınızla, dostlarınızla kanalımızı paylaşmağı, videolarımızı paylaşmağı unutmuruq, bir-birimizə dəstək yol oluruq və əl-ələ verib ən gözəl işlərə imza atırıq. Sağ olun, Allaha əmanət olun.